Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma. Deməli, bugünkü mövzumuz yenə də Allahın ad və sifətlərindəndir. Elhamdülillah, gəlib çatmışıq 27-ci dərsə artıq. Və bildiyiniz kimi, Allahın adları və sifətləri haqqında olan elm, elmin içində ən fəzilətli öyrəniləsi vacib olan elmdir. Çünki insandan bu dünyada tələb olunan Allahdan layiqincə qorxmaq və Allaha onun istədiyi şəkildə ibadət etməkdir. Və bu da ancaq tövhidi gerçəkləşdirməklə olur. Və tövhidin də içində ən önəmli növlərindən Allahın adlarını və sifətlərini tanımaqdır. Çünki bu insana çox böyük fayda verir. Çünki insan nə qədər Allahı tanıyarsa, tanıdığını bir o qədər sevər və həmçində ondan bacardığı qədər layiqincə qorxar. Və bugün götürəcəyimiz Allahın adlarından ikisidir. Əl-Mu'minu və Sadiqu. Əl-Mu'minu, yəni haqqı təsdiq edən və həmçinin də əminamanlıq verən mənasını verir. Nədir? Haqqı təsdiq edən və həmçinin də əminamanlıq verəndir. Və bu ad Quran-ı Kərimdə yalnız bir yerdə zikr olunur. Və bu da Həşr surəsinin 23-cü ayəsində Allah Subhanahu taala buyurur ki: "Huvallahu'l-lezî la ilahe illahu." O Allah ki, ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. "El-Melikul Quddusus Selamul Mu'minul Muheyminul Azizul Cebbarul Mutekebbir. Subhanallahi amma yüşrikun." Və həmçində burada Allahın adları keçdi. El-Melik nədir? O bir hökmdardır. Əl-Quddus, yəni müqəddəsdir, yəni eyblərdən, nöqsanlardan münezzəhdir, uzaqdır. Əs-Səlamu, əs-Səlam yəni salamatdır, yəni nöqsansızdır. Və həmçinin, bax gördünüz, burada keçdi. Əl-Mu'minu Allahın adlarından gəldi burada. Və sonra Əl-Muheyminu, yəni hər şeyi müşahidə edən, hər şeyi nəzarət edən. Həmçinin Əl-Azizu, qüdrətli, Əl-Cəbbər, hər şey qadir olan, Əl-Mutekebbir, təkəbbürlü olan. Subhanallahi amma yüşrikun. Allah ona onların şərik qoşduqlarından nədir? Pakdır, müqəddəs. Yəni Allah şirki özündən nədir? İnkar elədi. Və biz bilirik ki, qardaşlar, yəni imanın mənası nədir? İman təsdiqdir. Yəni qəlblə təsdiqdir. İnsan bir şey iman edənə nə edir? Onu qəlbi ilə təsdiqləyir. Düzdür? Və həmçinin iqrar edir. Yəni dili ilə onu qəbul edir. Həm qəlbi ilə, həm də dili ilə onu iqrar edir və onu təsdiqləyir. Və əl-mu'min da nədir? Yəni insanları, möminləri, ibadət əhlini doğru yola yönəldir və onlara dəlillər göstərir. Sidq, o doğru danışdıqları üçün onlara dəlillər göstərir və onları dəstəkləyir öz yardımı ilə, öz onlara verdiyi hidayətlə və s. Və Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Şəhidallahu ennehu la ilahe illahu." Allah özünə şahidlik etdi ki, ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Fikir verin, yəni Allahın şahidliyi var. Allah özünə, öz tövhidi üçün şahidlik edir, təkliyinə. Və bu şəhadət ümumiyyətlə, yəni tövhid nədir? İnsanın, məxluqatın yaranma qayəsidir. Və Allah Subhanahu taala bu, yəni tövhidə şahidlik eləyir. Və ən əzəmətli olan şahidin şahidliyidir bu. Kimin? Allahın. Nə üçün şahidlik eləyir? Ən əzəmətli şahid olunan şey üçün şahidlik eləyir. O da nədir? Tövhid. Allah öz təkliyinə şahidlik eləyir. Və bu da insandan tələb olunan şeydir. İnsan bu tövhidi gerçəkləşdirəcəksə dünyada, yəni onu həyata keçirəcəksə, onu qoruyacaqsa, ölənə qədər və öləndə də o kəlməni deyib öləcəksə, Allah Subhanahu taala onu əbədi cənnətə salacaq. Ona heç bir qorxu yoxdur. Necə ki, hədisdə varid olur, hədisi rəvayət edən Əğar ibn Muslimdir. O şahidlik edir ki, deyir, şahidlik edirəm ki,
Kim üçün? Əbu Hüreyrə üçün və həmçində Əbu Səid Əl-Xudri üçün. Deyir, onlar şahidlik edədilər ki, fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedi. Qüds hədisdir. Allah Rəsulü sallallahu əleyhi və səlləm qüds hədis danışır. Deyir ki, İzə qaləl abdu, qul deyərsə, fikir verin, qul deyərsə ki, la ilahə illallah. Qul deyərsə ki, la ilahə illallah, vallahu akbar. La ilahə illallah nədir? Yəni Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və Allah ən böyükdür. Onda Allah Subhanahu taala deyər: Sadaqa abdi, qulum doğru dedi. La ilahə illə ənə, məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Özünə şahidlik edir Allah Subhanahu taala. Və ənə əkbər, və mən ən böyükəm. Və izə qalə, həmçinin qul deyərsə ki, la ilahə illallah vahdə, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, o təkdir. Onda Allah yenə deyər ki, sadaqa abdi, qulum düz dedi. La ilahə illallahu ənə vahdi. Və ki, deyir ki, yəni həqiqətən mən tək olan məbudam, haqqa çatan məbudam və mən təkəm. Həmçinin qul deyərsə ki, la ilahə illallah vahdahu la şərikə ləhu, yəni yenə bu zikir deyərsə, sonra deyərsə ki, ondan başqa şəriki olan yoxdur. Yəni onun şəriki yoxdur, Allahın şəriki yoxdur. Yenə də Allah Əzzə və Cəllə buyurar ki, qulum düz dedi, mən ibadətə tək haqqı olan məbudam və mənim la şərikə li, mənim şərikim yoxdur. Həmçinin qul deyərsə ki, la ilahə illallahu əl-mulku və ləhu, la ilahə illallahu ləhul mulku və ləhul həmdu, yəni mülk onundur və həmd ona məxsusdur, bütün təriflər ona məxsusdur. Yenə də Allah onu təsdiqlər, deyər ki, qulum düz deyir, bu hamısı şəhadətdir. Allahın təsdiqləməsidir qulunu ki, məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Liyəl mulk və mülk mənimdir və liyəl həmd və bütün təriflər də mənə məxsusdur. Və həmçində qul deyərsə ki, la ilahə illallahu və la həvlə və la quvvətə illə billah, yəni Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və bütün güc və qüvvət yalnız Allahın yardımı ilədir. Onda yenə Allah təsdiqləyər ki, sadaqa abdi, qulum düz dedi, məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur və la havlə və la quvvətə illə billah, yəni güc və qüvvət yalnız mənim yardımımladır. Və sonra hədisi danışan deyir ki, Əbu İshaq deyir ki, sonra hədisi danışan o əğar deyir bir şeydir deyir o ravi və mən onu deyir xatırlamadım ki, nə deyir, nə başa düşmədim nə deyir. Və sonra deyir dedim ki, Əbu Cəfər rəhməhullah ki, yəni o ravi nə dedi? Dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedi: "Mən razaqahunnə ində mevtihi ləm təməssuhunna." Fikir ver. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allahdan belə danışdı bu hədsin axırında ki, kim yəni ölüm ayağında bu şeylə ruzulanarsa, bu zikirlə ruzulanarsa, ona ot toxunmaz. Fikir ver, subhanallah. Yəni necə əzəmətli. Yəni Allah Subhanahu hər adama müvəffəq eləmir də. Ona görə görsən ki, bax, hansı ibadət Allahu Akbar zikri ilə başlayır? Namaz. Ona görə görsən, insan Allahu Akbar deyəndə artıq nə deyir? Yəni mən elə bir ibadət içinə girmişəm ki, yəni orada Allah ən böyükdür. Allah ən böyükdür və orada başqa şey xatırlamaq ona görə də möminə yaraşmaz. Və bu əzəmətli bir şəhadətdir. Allahın öz nəfsi üçün etdiyi şəhadətdir. Həmçinin Allah onun təkliyinə şahidlik edənləri də təsdiqləyir. Yəni Allah Subhanahu taala biz bugün nəyi insanlara dəvət edirik? Tövhidi düzdür? Və bizdən biri soruşsa ki, sən niyə görə tövhidi dəvət edirsən? Allahın təkliyinə dəvət edirsən. Hanı bunun dəlili? Deyirsən ki, Allah Subhanahu taala özü elə təsdiqləyib ki, Allah təkdir, özünə şahidlik eləyib. Və sonra kim şahidlik edir ayədə? Onun üçün mələklər. Sonra kim şahidlik eləyir? Elm əhli. Fikir ver. 3 dənə Allah Subhanahu taalanın təkliyinə şahid edilən 3 dənə yəni orada qism var. Birincisi Allah Subhanahu taaladır, ikincisi mələklər və üçüncüsü də yəni insanlardan elm əhli. Həmçinin bununla Allah Subhanahu taala bildirir ki, yəni möminlər boş söz danışmırlar. Yəni onların şahadətini Allah özü təsdiqləyir. Öz Qurani-Kərimində, kitabında ki, həmçində onları tək buraxmır. Bu şahadəti təsdiqləmək üçün onlara dəlillər verir. Nə dəlillər verir? Ağlı dəlillər, fitri dəlillər, həmçinin ayələri. Allahın ayələri nədir? Kəvni ayələr, məsələn, ad nədir? Ayələr, şərayələr Qurani-Kərimdə. Qurani-Kərimdə ilk əmr nədir? Qurani-Kərimdə hansı ayə ilk əmr onunla başlayır? Allah Subhanahu taala deyir ki: "Ya eyyuhan-nasu ubudu rabbakumullazi xalaqakum vellezina min qablikum la'allakum tattaqun." Ey insanlar, sizi və sizdən qabaqkiləri yaradan Rəbbinizə, yalnız Rəbbinizə ibadət edin. Fikir ver, əmr gəlir. İbadətin də mənası nədir?
Abd nədir? İbadə. Yəni qulluq sözündən götürülüb. Qulluq, yəni insanın qulluğu tək Allah olmadı. O şey ki, yəni onun içinə ibadət, o söz, o əməl ki, ona ibadət adı yapışır, o yalnız kimin üçün olmalıdır? Allah Subhanahu taala üçün. Ona görə də Allah Subhanahu taala özünə şahidlik elədi ki, mənəm tək olan, ibadətə layiq olan, haqq olan Allah. Və həmçinin də əl-mümin sözünün mənalarından necə İmam Qətədə rəhməhullah deyir ki, mümin o kəs odur ki, Allah Subhanahu taala mümindir. Nədir o mənası? Onun sözünə iman edilir, iman gətirmək lazımdır ki, o haqqdır. Yəni onun sözünə inanılır. O hər şeyi doğru danışandır. Və həmçinin də mümin adının mənalarından İbn Abbas radiyallahu anhuma deyir ki, əl-mü'minu əmmənə xalqahu min ən yazliməhum. Fikir ver. Deyir ki, Allah Subhanahu taala mümindir və bu da nəyi bildirir bizə? Qullarını əmin edir ki, o heç kəsə zülm eləmir. Heç kəsə. Yəni nə baş verirsə kainatda Allahın ədaləti iləndir, hikməti iləndir və rəhməti iləndir. Allaha zülm yoxdur. Yəni ki, Allahda zülm yoxdur, miskal qədər belə. Çünki Qüds hədisində gəlir, mən zülmü özümə haram etmişəm və bunu qullarım arasında da, yəni ki, qadağan eləmişəm. Və həmçinin də hər bir qorxuya düşən, qəlbi qorxuya düşən, yəni ki, sıxılan, qorxuya düşən, Allaha haqqı ilə sığınarsa, sadiq olarsa Allaha sığınmasında, Allah Subhanahu taalanı ona əminamallıq verən, onu arxayın eləyən görər qorxusundan. Yəni ona mütləq arxayınlıq verər. Əgər düzgün şəkildə sən sığınacaqsan Allaha, səbr edəcəksənsə, vallahi Allah Subhanahu taala səni mütləq sonda qəlbini rahatlaşdıracaq, əminamallıq verəcək sənə və səni o sıxıntıdan qurtaracaq. Səni o sıxıntılardan çıxaracaq. Tək ki sən Allaha düzgün şəkildə təvəkkül eləyəsən, Allah Subhanahu taalaya bağlanasan. Və həmçinin də biz bildik ki, bu adın əzəmətli mənaları var və Şeyx sonra burada onların bir neçə mənasını gətirir ki, bu adın mənalarından məsələn, əl-mümin, Allah Subhanahu taala dedi ki, öz nəfsi üçün təkliyinə şahidlik etməsi. Və bu da deyir ki, ən əzəmətli şahidlikdir kim tərəfindən? Ən əzəmətli şahid tərəfindən. Ən əzəmətli şahid kimdir? Allah. Allah özü üçün şahidlik eləyir. Nə üçün? Şahidlik olunan şeylərin ən əzəmətlisi barədə. Nədir? Şahidlik olunan şeylərin ən əzəmətlisi nədir? Yer üzərində şahidlik olunan ən əzəmətli şey nədir? Nədir o? Kainat ona görə yaradılıb. Nədir? Biz nəyə şahidlik edirik? Tövhidə, bəli. Sən tövhid kəlməsi ilə cənnətin qapısının açarını açırsan. Sən tövhid kəlməsi ilə cənnətə girirsən. Ona görə də kimin son kəlməsi la ilahe illallah olarsa, Allah onu müvəffəq eləyərsə, o bu dünyadan əbədiyyən cənnətə gedəcək. Ona görə də insan gərək bu şeyə diqqət eləsin. Və həmçində bu adın mənalarından Allah Subhanahu taala onun təkliyinə şahidlik eləyənləri dəstəkləyir. Onu təsdiqləyir onları və onlara yardım eləyir dəlillərlə, haqq dəlillərlə, haqq ayələrlə. Onlara hüccətlər göndərir, onlara dəlillər göndərir ki, Allah Subhanahu taala onunla möminləri yardım edir. Məsələn, peyğəmbərlərə Allah Subhanahu taala nə ilə yardım edir? Onlara göndərdiyi möcüzələri ilə, Qurani Kərimlə. Allah Subhanahu peyğəmbərimizə nə ilə yardım etdi? Qurani Kərimlə. Quran yeganə kitabdır ki, bu günə kimi onun mislində nəinki onun surəsi, heç bir ayəsini belə gətirə bilmir. Allah Subhanahu yeganə kitabdır ki, meydan oxuyur orada ki, bunu oxşarlığında bir kitab gətirin gəlin. Dəfələrlə çalışdılar tarix boyu ki, Qurana yalançı peyğəmbərlər çıxdı, özlərindən güya ki, ayələr uydurdular. Hamısı yəni ki, tarixin zibiliyinə atıldı. Allah Subhanahu Qurani Kərimi qorudu. Allah Subhanahu Qurani Kərimi qorudu. Bu Allah tərəfindən olan bir kitabdır. Və həmçinin də Allah Subhanahu taala bu adın mənalarından Allah Subhanahu taala qullarına əminamanlıq verir. Öz övliyalarına, öz müttəqi qullarına, yəni əzabından və cəzasından əminamanlıq verir. Allah Subhanahu taala əmin eləyir ki, onları mən sizi o dəhşətli gündə nə edəcəm? Əminamanlıq verəcəm. Lakin nə? Şərtlərlə. Allah Subhanahu taala Qurani Kərimdə buyurur ki, "Ellezine amenu." Fikir verin. "Və lem yelbisu imanahum bi zulmin ulaika lahumul amnu və hum muhtadun." O kəslər ki, iman edirlər və imanlarına zülmü qarışdırmırlar. Onlar deyir əminamanlıqda
olacaqlar və həmçində doğru yolda olanlar da onlardır. Bax, əmin-amanlıq. Yaxşı qardaşlar, alimlər gətirirlər ki, zülmün 3 növü var. Neçə növü var? Əsasən zülm 3 növ üzərində qurulub. Onlardan birincisi nədir? Allaha olunan zülmdür. O nədir? Şirkdir. Necə ki, Loğman Əleyhisselam öz oğluna nə dedi? İnnə şirkə lə zulmün azim. Həqiqətən şirk ən əzəmətli zülmdür. Və ikinci zülm nədir? İnsanın məxluqata qarşı, ətrafına qarşı etdiyi zülmdür. Və bu zülmdə fərqlənir. İnsanların onun üzərində olduğu haqlara görə bu zülmdə fərqlənir. Təbii ki, insanın valideyninə etdiyi zülmlə adi bir müsəlmana etdiyi zülm arasında böyük fərq var. Və həmçinin üçüncü zülm də nədir? İnsanın öz əzəmətli nəfsinə günahları ilə zülm etməsi. Öz nəfsini alçaltması günahları ilə. Allah Subhanahu necə ki Quran-ı Kərimdə buyurur ki: "O mən xabə" necə də ayədə kim deyir öz nəfsini təmizləmərsə, artıq yəni o çirkabla qad əfləhə mən zəkkəhə və mən xabə mən dəssəhə. Kim nəfsini deyir o günahlardan, o zülmdən təmizləyərsə, artıq yəni o fələh, yəni nizat tapar, uğur qazanar və kim də nəfsini təmizləmərsə artıq xüsrana uğrayar, ziyana uğrayar. İndi baxın ayəyə. Əmin-amanlıq haçan hasil olur insan üçün? Alimlər gətirirlər ki, bu zülmün 3 növündən təmizlənən miqdarca da o əmin-amanlıq sənin üçün hasil olacaq. Əgər sən tam şəkildə bunlardan təmizlənəcəksənsə, Allaha şirkdən uzaq olacaqsan, məxluqata zülm eləməyəcəksən və günahlardan da bacardığın qədər qaçacaqsansa, bu qiyamət günü sənin açıq aydın tam bir əmin-amanlıq olacaq. Yəni, heç bir sənə zülm olunmayacaq. Birbaşa Allah Subhanahu səni cənnətə salacaq. Lakin zülm qarışdıqca imana artıq onun da əmin-amanlığından azalır. İnsanın əmin-amanlığından gedir. Ona görə insan çalışmalıdır ki, diqqətli olsun, diqqət eləsin, bu əmin-amanlığı pozmasın. Və həmçinin də qardaşlar, Allahın mümin adının mənalarından, yəni ki, Allah Subhanahu dedi ki, əmin-amanlıq verir qorxanlara. Onlara nə verməklə? Əmin-amanlıq verməklə. Yəni, Allah Subhanahu görürsən ki, insanlara, möminlərə qorxaqlıq gəlir, qorxu gəlir. Allah Subhanahu onların qəlblərinə əmin-amanlıq verir. O qorxularını aradan qaldırır. Necə ki, Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, o Allah ki, onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi. Fikir ver, hərdən görürsən ki, insana, möminə əmin-amanlıq, qorxu gəlir. Hamımıza olur da bu. Məsələn, qəlb sıxılır, qəlbə qorxu gəlir və yaxud da məsələn, kimsə səni sıxır, düşmənlərdən kimsə sənə əziyyət verir. İnsan Rəbbinə sığınır, Rəbbinə dua edir, Allaha səbr edir və Allahdan yardım istəyir. Bir də görürsən, qəlbinə bir rahatlıq gəlir. Hətta vallahi bu harada baş verir, bəzən görürsən, düşmənin səni apardığı öz yerində belə hətta. Görürsən ki, sən aparırlar, sən müəyyən yerlərə şeylər. Görürsən ki, Osmanlı necə orada əmin-amanlıq gəlir insana. Qəlbinə rahatlıq gəlir. Sanki elə bir qüvvə səni dəstəkləyir ki, sən rahatsan. Bu da Allah Subhanahu taala quluna verdiyi əmin-amanlıq. Necə ki, Bədirdə möminlərə nə deyir Allah Subhanahu taala? O vaxt ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara dedi ki, sizə kifayət eləmirmi ki, 3000 mələklə Allah Subhanahu taala sizə yardım etdi, 3000 mələklə. Hətta deyir, səbr etsəydiniz və qorxsaydınız Allahdan, o düşmənlər sizə gəldiyiniz zaman Allah 5000 mələk göndərərdi sizə. Ona görə Allah Subhanahu taala yəni ki, insan nə etməlidir? Bir bazı səbirli olmalıdır və Allahdan qorxmalıdır ki, o yardım gəlsin. Çünki Allah Subhanahu nə deyir? Kim Allahdan qorxarsa, Allah Subhanahu taala ona, yəni ki, hər bir çətinlikdən çıxış yol verir. Allahdan qorxu da nədir? Yəni insanın o anlarda asiliklərə getməməsi, o anlarda Allahdan başqalarına sığınmaması, səbəbləri önə çəkməməsi ki, bu səbəblər var, mənə filan kəsə zəng edəcəm, mənə qurtaracaq, filan kəs belə edəcək. Elə şeylərə diqqət, əsas birinci deyirsən ki, mənim Rəbbim var, Rəbbim məni qoruyacaq və Allah Subhanahu taala hər şeyə qadirdir. Bu cür olanda insana Allah Subhanahu taala əmin-amanlıq verir və heç kəs, heç bir qorxu onu narahat eləmir. Və həmçində Allahın dedi ki, adlarından Əs-Sadiq, yəni ki, Əs-Sadiq nədir? Yəni ki, təsdiqləyən, sözündə vədində yəni sadiq olan. Və Allah Subhanahu taala bunu da Quran-ı Kərimdə bir ayədə zikr edir Quran-ı Kərimdə. O da Ənam surəsinin 146-cı ayəsidir ki, Allah Subhanahu taala buyurur ki, Yahudilərə dırnaqlı heyvanların hamısını haram etdik.
Yahudilərə cəza alır Allah Subhanahu taala onların etdiklərinə görə, mən günahlı etdiklərinə görə onlara dırnaqlı heyvanların hamısını haram etdi. İnək və qoyunun bel sümükləri, bel sütunlarında və bağırsaqlarında yapışan, yaxud sümüklərinə qarışan yağlar istisna olmaqla onların piylərindən də belə istifadə etmək onlara haram etdik. Bu həddi aşanlara görə onlara verdiyimiz, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, biz doğru danışanlardanıq. Biz doğru danışanlarıq. Yəni Allah Subhanahu taala ayədə gəlir ki, "İnnə ləsadiqun." Yəni bu adı Allah Subhanahu taalanın Qurani-Kərimdə zikr olunur. Yəni Allah Subhanahu taalanın sadiq adı nədir? Onun mənalarından məsələn, Allah Subhanahu taala sadiqdir. Qullarına qarşı doğru danışandır, vədinə xilaf çıxmayandır. Onlara yardım etməklə, onları möhkəmləndirməklə. Allah Subhanahu taala söz verib qullarına ki, onlara yardım edəcək, onları dəstəkləyəcək, öz dinini yayacaq. Heç kəs əgər kim Allahdan qorxacaqsa, Allaha yardım eləyəcəksə, Allah da ona yardım eləyəcək. Hətta tək olsa belə öz dininin onun vasitəsilə yayacaq. Necə ki Allah Subhanahu taala buyurur Qurani-Kərimdə ki, sonra isə onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib həddi aşanları məhvə uğratdıq, məhv etdik. Və başqa ayədə Allah Subhanahu buyurur ki, Allah sizlərdən iman gətirib salih əməllər edənlərə özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzərində varislər edəcəyik. Bax, bu Allahın vədidir. Möminlər üçün özünün bəyəndiyi dinini möhkəmləndirəcək, yəni möminlər üçün və onların qorxusunun sonra əminamanlıqla əvəz edəcəyinə vəd vermişdir. Onlar mənə ibadət edər və heç bir şey mənə şərik qoşmazlar. Bundan sonra küfr edənlər məhz onlar fasiqlərdir. Yəni Allah Subhanahu taala öz qullarına, öz mömin qullarına yəni ki, vəd verib ki, mən onların dininə yardım edəcəm. Ona görə də bax qardaşlar, bu çox önəmli məsələdir. Bəzən görürsük ki, biz özümüz həvəsdən düşürük, cəmaət niyə belədir? Əslində o bizim günahlarımıza görədir. O bizim asiliklərimizə görədir. Biz qayıdıb baxsaq ki, subhanallah, Allah Subhanahu taala hansı insanları, hansı düşmənlərini məhv eləməyib ki və öz dinin kimi onun qadir olub ki, hansı əsrdə elə bir əsr misal çəkə bilərsiniz ki, mənə ki, ya 14 əsrin içində bu 14 yüzillikdə bir dənə əsr olsun ki, orada İslam olmasın. Və orada İslam'a vuruşanlar olmasın. Həmişə olub və Allah öz dinini yayıb. Qiyamətə qədər Taifətül Mənsur olacaq da, yəni Allahın dini üzərində yaşayan bir qövm. Ola bilər Kitayda olsun, ola bilər Azərbaycanda olsun, gəzəcək o. Dünyanın müxtəlif yerlərində az da olsa gəzəcək. Allah öz dinini qoyacaq. Mümkün deyil ki, qorumasın. Bu tarix boyu həmişə belə olub. Hətta o qardaşlardan biri zikr edir ki, Afrika ölkələrinin birində deyir, bir qardaş gəlir, dəvət apar dövlətdə və bu meçidin imamı olur, bidətçi. Təbii ki, bu qardaşı gözü götürmür. Çünki dövlət buna pul verir, yardım edir. Bilir ki, bu dini əldən gedəcək də, bunun şeyi əldən geçəcək. Yəni bu vəzifəsi əldən geçəcək. Başlayır qardaşa böhtanlar atmağa, şey eləməyə. Qardaşı bir neçə dəfə saxlayırlar. Qardaş yəni dəvətin keçir, baxmayaraq ki, sıxıntılar olur, dəvətin keçir. Axırda bu həmin şəhərin valisinə bunu zikr edirlər və bu çağırır bunların ikisini də, imamı da, bunu da və özü xristian olur həmin adam, o başçı. Və deyir ki, sən harada oxumusan həmin o imama? Deyir ki, mən filan yerdə oxumuşam. Deyir ki, sən harada oxumusan? Deyir ki, mən Mədinədə oxumuşam. Deyir, mən bildiyimə görə Mədinə deyir, sizin Peyğəmbərimizin yaşadığı bir yer olub və təbii ki, deyir, Peyğəmbərin yaşadığı yerdə ən düzgün dində orada yayılar. Bu adam deyir, ən düzgün dini öyrənib gəlib bura, deyir, dini yayırsan, nə istəyirsən ki onunla? Qoy dini yaysın. Fikir ver, Allah kafirin dini ilə belə öz dininə yardım edir. Qeyri-müsəlmanın dili ilə belə. Ona görə də sən heç vaxt Allahdan ümidini üzmə. Əksinə neynə? Nə şərt var ki, sənə yardım gəlir? O şərti yerinə yetir. O şərtdən möhkəm yapışsan, Allaha yardım eləsən, dininə yardım eləsən, bütün səbəblər sənin heçinədir. Allah Subhanahu öz dinini yayacaq. Sənsən, mənəm onun dinini yayan. Biz sadəcə səbəblərik. Allah Subhanahu nə deyir? Quran-Kərimdə deyir, o ayədə ki, əgər Allah Subhanahu sizi aparar, əgər o zəif olsanız dinində möhkəm olmasaz və deyir, sizin yerinizə möminlərə qarşı, Allaha iman edən, möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt və cihad edən və tənə edənlərin tənəsindən qorxmayan bir cəmaat gətirər.
Allah istədiyi adamı öz yəni ki, belə deyək də torpaqlarında, öz ərazilərində gətirir, qoyur və onlar da onun dinini yayırlar. Sadəcə biz bu günlər o dinin üzərindəyik, buna görə şükür eləməliyik və Allahın dediyi şeylərdən yapışmalıyıq ki, Allah Subhanahu taala bu dini bizim əlimizdən almasın. Və həmçinin də Allahın sadiq adlarından, adın mənalarından Allah Subhanahu taala öz vədini yerinə yetirir. Onlara, yəni ki, cənnətə salmaq vədini, möminləri cənnətə salacaq. O vədi verib möminlərə, onlara əzəmətli bir uğur verəcək qiyamət günü. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, yəni ki, bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun deyəcəklər. O cənnətə girəndə insanlar. Biz cənnətdə istədiyimiz yerdə sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir. Yəni bu cənnətə girənlərin vəsfidir. Bu cənnətə girənlərin sözləridir ki, onlar cənnətə girəndə nə deyəcəklər? Yəni bizə verdiyi vədini yerinə yetirdi. Allah Subhanahu taala möminlərə nə vəd veribsə, o vədlər qiyamət günü möminlər üçün həyata keçəcək. Və həmçinin bu ayədə bir dənə incə məsələ var. Ayənin axırına fikir verin. Allah Subhanahu nə dedi onlar ki, yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir. Deməli, cənnət nəyin mükafatıdır? Əməlin. Cənnət əməlin mükafatıdır. Yəni hamı deyir, biz nə əməl eləyək, onsuz qəlbimiz təmizdir. Nə olur, pis adam deyir ki, xeyr. Cənnət əməllərin mükafatıdır. Sən Allahın dediyi əməlləri yerinə yetirəcəksənsə, o mükafata layiq olacaqsan. Ona görə də, bax, möminlər dedilər ki, kim girəcək cənnətə? Yaxşı əməl sahibləri. Ona yaxşı əməl də nə ilə bilinir? Hər kəs deyir ki, mənim əməlim yaxşıdır. Hətta ən asi adamlardan biridir ki, mən yaxşılıq edirəm. Yaxşılıq və pislik Quranla ölçülür. Onun Allah niyə yaxşı deyibsə, o yaxşıdır, niyə pis deyibsə, o pisdir. Aydındır. Yəni bizim nəfsimiz çox şey bizə yaxşı deyir. O qədər bizim nəfsimizə xoşlayan asiliklər var ki, bizə deyir ki, gözəl şeydir, elə. Şeytan bizə o qədər şeyləri gözəlləşdirir ki, amma Allah Subhanahu taala nəyə yaxşı deyibsə, o yaxşıdır, nəyə də pis deyibsə, o pisdir. Həmçinin də deməli əs-sadiq nədir? O vədində və hədəsində sadiqdir. Və Allah Subhanahu taala hər bir xəbərində sadiqdir. Ona görə Şeyxülislam İbn Teymiyyə rəhməhullah deyir ki, şübhə yoxdur ki, Allah Subhanahu taala yəni itaət edənlərə mükafatları vəd verib və həmçinin də dua edənlərə onların dualarına cavab verməyi vəd verib. Və o da sadiqdir. Yəni ki, bu vədində və bunda heç bir şək şübhə yoxdur. Necə ki, Allah Subhanahu buyurur ki, bu Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğru olan kim ola bilər? Və bu adın yəni, təsirlərindən də biri odur ki, insan bu adı iman gətirdiyi zaman bilir ki, insan yaxşı əməl sahibi qorxmur. Neydən? Qorxmur ki, qiyamət günü ona heç bir zülm olunmayacaq. Allah əksinə sözündə, vədində sadiqdir və heç bir haqq, hər bir insanın haqqı tam veriləcək və heç bir savab azaldılmadan veriləcək və heç kəsə haqsızlıq olmayacaq. Yəni, elə bir insanın eləmədiyi bir günah insana yəni yazılmayacaq, insana onunla cəzalandırılmayacaq və heç misqal qədər belə bir savab əməl yoxa çıxmayacaq. Əksinə hamısı insanlara veriləcək və Allah Subhanahu taala vəd verib ki, o sadiqdir. Yəni ki, ona görə də əməl edənlərin mükafatını tam şəkildə verəcək. Hətta onlar misqal belə eləsələr belə onların əməllərindən heç nə azaldılmayacaq. Hətta əksinə nəinki əvəzi veriləcək, möminlərə nə verilir? Əməllərinin qarşılığı olaraq. Neçə misli verilir? 1-dən 10-a qədər. Və alimlər deyirlər ki, necə Şeyx Səd rəhməhullah gətirir. Bu əməlin mükafatıdır. Lakin insan əməlləri elə zamanlarda, elə məkanlarda edir ki, onu ondan qaldırır 700-ə, 700-lərinə qaldırır daha çoxa. Məsələn, insanın məsciddə qıldığı namaz ondan daha çoxdur. Qalxır daha çoxa, 27-yə. Kəbədə qıldığı namaz 100 mindir. Mədinədə qıldığı namaz 1000-dir. Məsələn, sənin Ramazanda bir gecədə Qədr gecəsində elədiyin əməl 83 il ibadətə bərabərdir. Görün də onun savabları nə qədərdir. İnsan gərək onun saniyəsini belə boşa keçirməməlidir. Və həmçində insanın, belə deyək də, başqa aylar var ki, məsələn, fəzilətli aylar var ki, o aylarda etdiyi əməl, digər aylarda etdiyi əməllərdən çoxdur. Ona görə Allah qat-qat artırır əməlləri. İndi vay o insanın alına ki, əməlləri qiyamət günü kifayət eləməsin, cənnətə girməsin. Kimi qınamalıdır o? Ancaq özünü.
Ona görə alimlər nə deyirlər? Deyir, əməlin savabını çox eləyəcəksən, əsas onu qorumaqdır. Onu qoru ki, başqalarına verməyəsən. Zayi eləməyəsən əməllərini, günahlarını. Və həmçinin də, amma görün, günahkarın cəzası nə ilə verilir? Elə günahının misli qədər. Nə 2 qat, nə 10 qat, elə deyil. Nə eləyibsə, o günahın cəzası nədirsə, bu Allah Subhanahu rəhmətinin əlamətidir. Subhanallah. Gör, nə qədər rəhməti böyükdür ki, savab eləyənə nə qədər verir? Halbuki ona elə o qədər verməlidir. Amma gör, günahkara nə qədər verir? Az bir miqdarda. Halbuki günahkar əslində daha çox cəzalanmalıdır. Çünki Allah Subhanahu onu yedizdirir, içizdirir. Bu qədər ona yaşamağa hüquq verir ki, amma görsə gecə-gündüz durur Allaha asıl olur. Bütün əmrlərini tapdalayır, bütün qadağalarını da eləyir. Hətta bəziləri var ki, bunlar boş şeydir, Allah yoxdur, hamısı mənlidir. Gör Allah necə meydan oxuyur. Allah onu batırmalıdır yerin altına. O yaşamaq hüququ verməli deyil, amma Allah onu verir. Gör necədir? Təsəvvür insandır, təsəvvür ki, insan bir dənə fikirləşin, müdürdür məsəl üçün. Allah bütün misallardan böyükdür ya. Yəni Allah üçün misal çəkilməz. Sadəcə başa düşmək üçün belə izah edirəm. Məsələn, müdürdür, bir adama məsələn maaşı 500 manatdır. Ver ona 10.000. Məsəl üçün 10.000. Bu adam gecə-gündüz müdürün əleyhinə işləyir. Müdür bilir onu. Sonra nə edir ona? Çağırar ona, yoxsa ki təzədən deyək ki, qoy mənə maaş. İnanmıram elə bir insan olsun ki, yenə də deyək ki, maaşını verim sənə. Təsəvvür elə ki, onu çıxardar, ən azından ən rahatı hissən çıxardar. İndi ki, Allah bu qədər insanlar Allaha solurlar. Allah yenə deyir, qullağıma dəyməyin, dəvət edin onları, islah edin onları, çalışın ki, onları şey eləməyəsiniz, dəvət aparın, təkfir eləməyin, insanları kafir görməyin, yavaş-yavaş. Yəni, belə şeylərlə ki, insanları İslama gətirək. Amma görürsən, insanlar isə gecə-gündüz Rəblərinə asi olurlar. Ona görə də Allah da bilir ki, hansı qəlb hidayətə layiqdir, hansı qəlb hidayət ona layiq qəlbdir, ona görə o qəlbi hidayət verir. Və hansı qəlb ki, Allah bilir ki, hidayətə layiq deyil, o qəlbi hidayətdən uzaqlaşdırır. Daha yaxşısını Allah bilir. Ona görə insan bilməlidir ki, yəni ki, Allah Subhanahu taala sadiqdir və vədi haqdır. O nə vəd veribsə möminlərə mütləq baş verəcək. Həm bu dünyada onlara yardım edəcək dinləri ilə və həmçində axirətdə onlara verdiyi mükafatlarla, yəni ki, onları sevindirəcək. Necə ki, Allah Subhanahu sonda buyurur ki, yəni ulaika o kəslər ki, əməllərinin ən yaxşısı qəbul edəcək, o kəslər ki, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verdiyimiz doğru vəddir. Ona görə hətta görürsən ki, Allah Subhanahu taala bəzən günahkarları, o da Allahın hikməti iləndir, rəhməti iləndir ki, bəzən görürsən ki, günahkarları belə Allah Subhanahu taala onların tövbələri çatmır, onları nə ilə etdiyi yaxşılıqlarla, başlarına gələn müsibətlərlə onların günahlarını silir. Allah Subhanahu taala istəyirəm ki, Allah Subhanahu taala bizə işli faydalananlardan eləsin. Allah Subhanahu taala bizi onun adlarını və sifətlərini öyrənib ona əməl edən qullarını eləsin. Bizə Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və səhbə ecmaîn.